Oyuna giren kimi videonu açtım və Feyza mobil videosu gəldi. Feyza mobil part 3 gəldi. Part 2 və 1'ə baxa bilərsiniz. Buradan stoper falan gəlir. 120'lik və 112'lik gəldi. Və zəfərləri birləşdirmişik. 2217 var. Daha doğrusu giriş için aha və kole gəldi. Yəni pisli bu. Oldu bu. Heç yaxşı bir şey deyil o. Yəni yaxşı deyildi. Və hər gördüyümüz kimi bizi elmasda boğur oyun. Elmas deyirəm amma yəni daha doğrusu zəfərdə boğur bizi. Buradan günlük ücretsiz şeyler. İnşallah güzel bir şey diyoruz. Kart diyecektim. Gelmedi. Gelmedi ama neyse. Daha sağ olsun. Önce sadece. Günde sadece bir şey satın alınabilir. Allah'ım zamanı temiz bunlar. Ne var bana? Zaten benim başta olabilir. Oyun istakasına girin. Siz de bu sırada alttan like atıp abone olmayı unutmayın. Bildirişleri de açın ki ben video attığımda size de gelsin. Bildiriş gelsin. Siz de videolara bakasınız. Aha, yıldız biletine gireyim buradan. Tümünü topla uğrak ve geri hemen namı içerisin yine. Yuh. Ha burayı sulardı. Ay bu nedir? Ay da. Bir de donlarımdan alsaydım. Donlarımdan alsam var ha. Sevincimden göyler açaram da. Bütün ne kadar güçsüz oyuncular var. Hamısını koyacağım onun seviyesine. Yani seviyesine yükseltmek için. Bütün oyuncular vereceğim. Hardaydı o? Diğer draft'taydı orada. Neyle atsızlar görmem o? Bir yerde yok kartı. Kartı almak ne için? 4500. Çok da bak çok da bu ne? Temiz adam da var. Bu da kurtarır. Bilmiyorum ne olup buna. Bu da kurtarıp temiz. Sınır yani kurtarıp atmazsın. Yedekler de vardı. Oynaya vururuq və bu günləri bütün yani videonu oynamağa əsiririk. 11-ci yerdəyik. 1-ci yer olsaq indi sizə göstərəm. 1-ci yer olsaq hansı yəni dərəcələrə çıxacağıq? Futbol mərkəzinə aiddir. Futbol mərkəzinə buradan vururuq və
İndiyəm buradan seçək takımımızı. Seçirik və dediyim kimi birinci yer olduğumuz anda o dəqiqəsi giririk. Gözləyirəm. Neydi olur? La Liga neydi olur? Ha. Olduğumuz anda giririk La Liga'ya. La Liga'ya giririk və orada La Liga çempionu olup o kupayı alıp yani düşünmeyin, elə şeyler düşünmeyin. Alıp profilimize koyuruq və Qarabağın yani bizim takımında həqiqi Qarabağın yox idi. Ha. Bizim takımımız Qarabağın kupalarının yanında koyuruq. Bircə buradan vurursunuz olsun yani. Kimle kim oynayacaq? Ha, biz şeyle oynayacaq da. Burada bakın RMA ve RAV var. RMA Real Madrid'dir. RAV bilmiyorum ne ama çok güçlü takımda bayaqlar gördük. Aha, giririk. Yani bütün videoların hamısında tək-tək oynamalıyıq və birinci yerə çıxıb o kupaya girməliyik və oranı qazanmalıyıq La Liganı. 3 oyun, sadəcə 3 oyun qazansaq kupaya adaylıq oluruq və 4 oyun daha qazanırıq. Takımlarla oynayıq. Amma yəni çox çətindir. Mən bir dəfə oynamışam geçən il. Oynamışam çox çətindir, amma onu bacarmağa çalışacağıq. Oyuncularımız orada yəni təbii ki özümüz seçirik və yedəklərə də qoymalıyıq. Yəni bu videoda istədiyiniz kimi edə bilərsiniz, amma yəni məndən tövsiyə mütləq abunə olub bildirişləri açıb like atın ki siz də həmin o La Liga videolarını görə biləsiniz və oradakı həyəcanı siz də hiss edə biləsiniz. İndi kimlə oynayıq görək. FC Mobilin özü ilə oynayırıq. Nədir? FC Mobil paltarcıyım. Hə. Atletico Madrid değil. FC Mobil paltarcıyım. Kes tərəfə pas ver. Ver qaçay. Ay. Aha. Hejberg'dədir. Xavidədir. Maradona'dadır və top bizdədir. Riyan Musiala keçdi. Klose. Ayda, ne oldu buna? Aha vur. Vur Musiala vur. Ay. Qabağa keçdi və içəri korner başlayır. Hagi korner başlayır və vur. Ay. Yine korner. Galiba yine korner ve içeri vuruş. Şut. Koy. Ay. Hara vurdun arkadaş. Hara vurdun sen. Aha kapçı başlıyor. Dipsuz başlıyor. Kafu. Veltman. Maradona'dan almaya çalışırıq. Hejberg. Xavi. Stuani ve top bizdədir. Bellingham. Qarabağda oynayan Bellingham. Nədir Musiala. Pas getdi Musiala. Hə vur. Ay. Bu nədir? Gilberto. Top alan kimdir? Aha. Nesta veririk bu müdafiəyə ver. Bax. Bu nədir? Bax hara vurdu? Ne oldu ha bu Wi-Fi'ye? Wi-Fi hiç getmir də. Aha Xavi'də top. Top Xavi'də. Maradona'dan alın yoksa vuracağım. Maradona, Stuani, Xavi. Stuani ve Bellingham. Vurma. Bak. Bellingham geldi. Vurma. Ay vurma. Kaşay. Allah. Ne haratır bu? Ne hara mı? Sen yedek değiştirebilsek. Yedek kapısı yutmamışydı ama. Ne hara? Yedek kapısını değiştirebilsek kaç olacak?
Müdafiəni biraz gücləndirərik ikinci yarıda. Oo. Ronaldo qəşəng Ronaldo. Qapıcı yəni Ronaldo. Barcola 5-ci artırılmış 5-ci dəqiqədə vurdu. Qəşəng. Həqiqətən də vurmalıydı. Orada yəni mən də olsaydım mən də vururdum. Oyun qurtardı. İkinci yarıda yəqin ki yaxşı oynayarıq. Oynaya bilməsək ki batarıq. Yəni birinci yox, hələ lap da axırıncı səviyyəyə düşərik. Müdafiə hər ki bunlar oynasınlar. Bizə bir daha stoper lazımdır. Stoper lazımdır bizə. Bunlar nə hallar burada? Nə hallar? Nəysə, hələ heç dəyişdirməyək. Qaşək vurdu. Dipsiz, yəni dipsiz. Estağfurullah. Dipsiz. Dipsiz. Ay. Stuani. Bellingham. Verdik qabağa. Bellingham ne yaparsan? Aha Bellingham. Musiala verdi Bellingham'a. Klose ne yaparsan? Hagi alabilmedi. Hedgeberg'den almaya çalışırıq. Stuani'di top. Ve buradan topu bize aldık ama şut vur. Ay. Dilbusuzdu, tipsizdi. Ne de bunun adı? Aha, Hedgeberg'den almaya çalışırıq ve arkaya çeviririk. Pas veririk. Vur. Ha Bellingham ne yaparsın? Offside'daydı. Bellingham offside'daydı. Özür ne kadar çekiyor. Bir arkaya geldi de bir. Dirreşi beyni. Offside. Ne offside? Sürüş bir daha buna. Öldür koy var. Ne oldu? Sizce... bu nedir? Ne tez geldi tatlı bak. Allah bu ne tər şeydi? 45-ci dəqiqə 45-ci dəqiqə bayaqlar qurtarmadı. Cicdələri sənələ bu oyunu düzəldən. Bu nə ola? Ayda. Yenə təzədən proba işə düşdük. Bir daha düzəməlini oynamaq istəyir. Bu nə də ola? Oyun nətər düzəltmişsiniz siz? Çox cicdələr gələm nə tər şeydi? Allah. 9-cu yerdən 11-ci yerə düşdük təkə-təkdə. Bu nə deyə? Birinci olsa elin oyuncusu olur. Bu nə tər şeydir? Ayda. Oynamıram ya. Oynayamazsın. Oynayacağım ya. Müstəqil ne olur olsun oynayacağım ama bir tane bu kadroya bak. Bu kadronun kim tutabilir? Bu ne şeydir? Ben şimdi yedekleri çıkartmalıyım. Yedekleri çıkartmalıyım ben. Bakın müdafiə güclənməlidir. Müdafiə ne olur olsun güclənməlidir. Belə bir müdafiə. Bu nə tər müdafiədir? Stoper lazımdır bize. Stoper. Sol bek. Ayda. Ne harablar bu? 2 tane stoper. Sağ bek bir de sol bek.
2 dənə stoper lazımdır bizə. Stoper, sağ 5, sol 5 lazımdır bizə. Stoper görmürəm neçəyə deyə bu stoperləri. Ayda təmiz şey olur mi? Qəşəng bir daha stoper alasan olur. Stoper 19 milyon pulumuz var. Stoperdən 100 milyon deyə bilirim. Nə var edir? 2 dənə stoper lazımdır. Neçə məsələn heç olmasa 114'dür ya belə 111'dir belə. Yəni çox bahalı olacaq. Pul da yox deyə, sənin pul da yoxdur. Allah haqqı pul da yoxdur. Dəli olur adam. Bu nətər yerdir ki? Bax, bu nətər feycəm olmuyor ki? Oyuncular 100 milyon satırlar. Amma 19 milyon pul cüzdən yığırsan. Stoperə bax 1 milyar. 1 milyar tap ver alın. Stoper lazımdır bizə. Stoper lazımdır. Stoper zaten harda yazdılar Stoper zaten hardan yazdılar. Ayda. Sırtıpın yazı söyleyeceğim. Gelmez. Niye gelmez? Çünkü bunlar nedirler? Buffon nədir? Buffon qapısı deyil. Mənə stoper lazımdır mənə. Stoper. Van Dijk ayda. Nə? Nə şeydir? Gözləyin. Amma da Van Dijk var da. Van Dijk mən niyə qoymuram ki bura? Allaha da. Kuda, evet de, Van Dijk de. Yo, bu nedir ha? Hadi, Van Dijk. Neyse, neyse. Tümünü sıfırlaya bırakmasın. Aslım yok da yok ne var? Yok buradan yok ne olmuş? Stoper. İkbal ne diye? Bu ne ola? İkbal nedir? Defans lazım diye bize defans yaxşı olmalı. Defans yaxşı olmalı. Görəsən buna dəyişdirəndə falan. Defans 45, defans 45 yaxşıdır. Yaxşıdır. 39 pis deyil. Pis deyil ama. Daha da yaxşılar var axı burada. Defans 90 nədən yox ha. Son bir oyun. Ya son oyun yok. Uduzluq və salam da. Düşəcək 15'e 20'ye. Görmürəm kimin oynayacaq indi. Ayda. Adam bezdirirlər Allah haqqı. Bu nətər oyunda? Biz əməlli oynayın da. Bu oyunun neydi? Biz əməlli düzəldin də. Oyunu düzəldən də.
11-ci yerinə də 2 dəfə qalibiyyətim var mənim. 7 dəfə zamanın qalibiyyətim var. Məndə 2 dəfədir. Gərək hələ. Aha, 2 dəfə qalibiyyət, hə. On birinci yeri ya. 11 nədir? 11 nədir? Bundan sonra şeylə oynayırıq da. Manchester City ilə. Kadrosuna da baxmadım ya. Oynan, ay Allah. Ola yox Real Madrid. Hə, Real Madrid, ay Allah. Hə, ağ, mavi, sarı, qırmızı Real Madrid'də, hə. Allah, hə, yumru, hə. Hə, elə. Real Madrid. Ondan sonra Manchester United'lə oynayacaq. Amma bunu utsaq 9-cu yerə düşəcək. Yəni 9-cu yerə qalxacaq. İnşallah bax bunu udaq. İnşallah bax bunu udaq. Allahım. Bir dənə istəyirəm bunu udaq. Dünənləri bax. Kadrosu ancaq o qəhvəyi olanlar var ya. O kartlar, ən gücsüz kartlarda. Allah'a and olsun, hə, Allah'a and olsun var ya. Qurana and olsun. Dünənləri bilsiz nə oldu? Ancaq qəhvə idi, yəni kartlarda çox az idi də, yəni gen 80 idi. Məndə 113-dür. Həmin oyunda 3-1 uduzdum. 3-1. Nə deməkdir bu? Buna baxın, 3-1. Həm də ən gücsüz takıma. Adam 21-ci yer idi. Gol, Allahım. Sadəcə defansı gücləndirmək lazımdır ya. Bizdən Amyamal var ya. Hə, deyəsən. Qəşəng. Əlayıq. Yox, heç səniymiş bu. Yəni, nə olur olsun, bu oyunu verməyək. Oyun bizim olsun. Oyun bizdə. Oyun bizim olsun. Ay Allahım. Allah, bir dəfə qol vurur, onda qoymurlar. Offside ya. Offside. Tam benim ki offside. Vura. Aha, bir daha pas buradan qaldır, qəşəng. Ona çataq da bilən, ona çataq. Ay, yox. Kurtarsınmış. Abi biz kurtarsa gol vurdu. Ay, bu nətər olur ala bu ayda. Kurtarsa gol vurduq biz. Yəqin gene biraz düşürmüş. Düşürgənə yəni az imiş də. Bir daha 2-0 eləyək. Ürəyim təmiz rahatlaşacaq. Hə, 2-0 gol. 2-0 Klose 115'li santrafor. 2-0. 2-0. 3-0 eləsək zaten o qədər yoxdur. 3-0 eləsək tam rahatlaşaram. Çünki bu oyunu ömrü boyu verəmərəm də 3-0'a. Və 3-0. Hagi vurdu. Və bu qədər. 3-0 qəşəng. Əlayıq 3-0. 4-0'a ədəb puan çıxartdı. Nəysə 3-0 qəşəngdir. 3-0 hələ ki defans. Çox vaxt defans, amma hücuma çıxmaq olsa hücuma da çıxarır. Amma mütləq defans. Bir gol vurdularsa onlar çıxacaqlar da, yəni ancaq yəni kontratak çıxacaqlar. Bax, yıxdı. Ay, yıxdı. Vay, oyuncularımı
Da mənə bir dəfəlik şey eləsinlər. Ay, bu nədir? Aa, vururlar. Yox, vuran bəzən. Müdafiə edeyim. Hələ ki, yəni çox da hücum lazım deyil, amma ayda, görürsünüz, deyirəm hücum lazım deyil, top onlara gedirik. Mən bunlara ancaq müdafiədə qarşı deyə bilərəm də. Özü çıxartdı. Özü çıxartdı. Ay, bu nədir? Yəni penaltı yesək çox pis olar. Həqiqətən çevirə bilərlər, penaltı olmasın. Diqqətlə oynayaq, diqqətlə dedim var. Lamine Yamal vurdu. Lamine Yamal vurdu. Diqqətli. Sadəcə paslaşmaq. Vaxt aparmaq. Vaxt aparmaq bilirsiniz nə demək? Vaxt aparmaq. Sadəcə bir vaxt aparma edirik. Amma 80 dəqiqədə falan çıxa bilərik də. Kontratak çıxarıq. Yavaşdan edək. Aha, qaçaq. Hara gəlsən? Vini Junior'a baxın. Ay, bax deyirəm, vur. Bax, vursalar. Bax, 3-3 eləsələr. Batarıq. Biz nədir? Batarıq. Batmaq bizdə nədir? İndi bir dəqiqə 11-ci yer olduğumuzda elədiyimiz şey batmaqdır. Yəni təzədən batmayaq. 90 dəqiqəyə 3 dəqiqə qalır. Doğru 3 saniyə, çünki olsa da şey denir. Bir saniyə, bir dəqiqə o dəqiqə keçəcək. Bax. Görürsünüz, tez keçilir. Hani yaxşı tez keçirir, yoxsa mən 90 dəqiqə, yəni 90 dəqiqənin hamısını həqiqətən yaşasaydım, yəni ürək partlamasını ölərdi. Aha, nə vurdu? Hagi vurdu, Klose vurdu, Hagi vurdu, Lamine Yamal onlardan vurdu. Offside bir dəfə onlardan olur. Vəssalam, qəşəng. Vəssalam, qəşəng. Bomba kimi. Olduq təzədən Pro 4. Amma pis oldu bax, bu pis oldu. Pro 4 o istədik, Pro 4. Aha, düşmədi. Getmədi ya. Ayda, 8-ci yerə düşməliydik yaxın biz. Ayda, nə pis oldu la bu. 11-ci yer 3 vurur. Hə, 4 olsaq 8-ci yerə gelirik. 5 olsa 6-cı yerə 5 qalibiyyət olsa 6 qalibiyyət olsa 4-cü yerə 6 qalibiyyət olsa 5-ci yerə 7 qalibiyyət olsa 7 qalibiyyət olsa 3-cü yerə ancaq 8 qalibiyyət olsa 1-ci yerə çıxırıq. Amma indi bir dəqiqə qalibiyyətimiz var. 3 qalibiyyətimiz var da. Amma yəni o imkansız kimi bir şeydi. Son oyun. Bu bir son oyun. O birisi videoda mütləq, yəni bu videonu qutaran kimi o videonu çəkəcəm. Yəni, çox maraqlı bir andı bu, yəni mən bunu nətər dayandıra bilərəm sabaha. Qəşəng əla bir andı, amma bunu udursaq həqiqətən də çox pis olaram. Yəni həqiqətən çox pis olaram. Çünki yəni, bu qədər bayaqlar əziyyətlə o müdafiəni nətər keçdik biz. O boyda müdafiəni nətər keçdik biz. Van Dijk olan müdafiəni qırdıq, dağıtdıq. Amma indi bu dəqiqə udursaq çox pis olar. Bunların takımına baxaq. Rooney var. Van Dijk var müdafiə 115'lik. Nəysə, indilik bu oyunu unudaq geçsin. Çünki bu yəni Qarabağla Real Madridin oyunu kimi dəstək elədi. Bir də qoy buradan gol olsun o. Hə, o gol olsun. Bellingham var. Grimaldo falan bunlar yəni vuracaqlar.
Hamı bilir ki bunların hücumundan başqası yoxdur. Hamı bilir bunları, hamı bilir. Bir dənə pas, bir dənə qəşəng, bir dənə pas, bir dənə pas ver ora. Ora bir dənə pas, qəşəngliyin aldı. Deyan aldı. Orsoloni. 3'ü birdən girib. Yəni girib. Və qaçırır. Nahar la bu. Bellingham qəşəng kontrol elədi amma. Qoy buradan bir dənəsin. Qoy buradan bir dənə. Bir dənə nə? Hə bir dənə. Qoldu. Don niyə telefon? Ay nahardım mən. Mən orada nahardım. Ana vardı. Sürüş buna bir dənə. Qəşəng. Biraz yavaşlatdık oyuncularımız geldi ve onu vurmasın. Onu vurmasın. At. Pas. Sadəcə pasla irəliləyək. Sadəcə pas verərək irəliləyə bilsəydik orada. Rooney aldı topu. Rooney aldı. Bellingham getmə. Bellingham vurma. Bellingham'a qarşı və bizim Bellingham'dır. Aha Bellingham vurma. Bak vurma. Ay vurmuyorsun. Vurma. Ay. Uf. Direkten döndərdik. Həqiqətən onu vursaydılar çox pis olardım. Bu oyun bitmiş olardı da o şey. Ya, həqiqətən devre arası tam bir saniye kalmış. Vurdular ama qapıçının Ronaldo qapıçı Ronaldo müdaxiləsiyle yani direği boyladı o top. O top bizim Qarabağ təmiz bitirə bilərdi. Bitirmiş ola bilərdi. At bura, at. Qəşəng. Əla, qaç. Sadəcə qaç. Bura pas ver. Ay, onu tuta bilsəydik. Əla olacaqdı. Biz o qolu vurardıq. Nəinki. Real Madrid bu dəqiqə hücumdadır, amma heç həvəsdən düşmürük. Həvəsdən düşmək ən böyük məğlubiyyətdir. Verdik bura Orsolini və Musiala. Musiala hücumda. Musiala pas ver. Musiala vur. Musiala vur. Vur da. Ne arıyor? Aha. Bellingham. Offside'da naharsan Bellingham. Offside'da Bellingham. Nahardı bu. Offside'da biraz hoppandım tarafa. Bir de bunu pasını çıkardık buradan bir tane qəşəng. Həllətçi qəşəng. Mesajı kim attı? Qəşəng vur. Burada. Burada. Vur. Ne olur olsun. Burada. Bak orada cəlmə versən. O İsveçrədə hakim kimi sən də burada videonun ortasında soyup batırmayın. Gola gel. Gol. 90. dəqiqə. Son saniye. Necə vurdu onu? Həqiqətən də bu dəqiqə ağlayıram. Necə vurduq onu? Orolini həqiqətən çox performans göstərdi orada. Orolini Allahım, necə bir şeydi. Orolini mən hücuma qoyuram. Yəni yox da yaxşılar elə qalsın.
Orolini necə? Gələm kutusuna mat istəyir. Sən Allah, tezən oynadım, unutdum məni. Mən indi 130'luq kadrosu ilə gəlib deyir. Mat istəyirlər. 17 səviyyə yüksəldik. Və o oyunu vermədik. 8-ci yerə yüksəldik. Allahım. Və 5 qalibiyyət. 6-cı yer bizim olur. 6-cı yer bizim olur. İlk 250'də 113-cü yerdəyik. Yəni səviyyəmizə görə, dərəcəyə görə, daha doğrusu Pro 4'lük və bunu birinci yer olub bu oyunu bitirəcəyik. Sağ olun dostlar, görüşənə dək. Gələn videoya bu dəqiqə video bağlayan kimi həmin videoya keçəcəm. Çünki çox maraqlı bir yerdəyik. Sağ olun, görüşənə dək.